Salam əziz tamaşaçılar, bugün Amerikana proqramında ABŞ-da diner kimi tanınan restoranların özəlliklərinə nəzər salırıq. Sizinlə mən Emil Quliyevəm. Dinerlər məxsusi olaraq Amerika stilində olan restoranlardır ki, bu restoranlara Amerikanın dörd bir yanında rast gəlmək olar. Burada menyu və eləcə də dizayn, xarici görünüş eynidir. 1989-cu ildə ilk dəfə yaradılarkən bu restoranın məqsədi prestijli ənənəvi restoranlarla fast food restoranları arasındakı boşluğu doldurmaq olub. Bugün bu restoranları üç sözlə belə ifadə etmək olar: sağlam, doyumlu və münasib. I'm gonna stick like glue. 1, 2, 3 o'clock, 4 o'clock, rock. 5, 6, 7 o'clock, 8 o'clock, rock. 9, 10, 11 o'clock, 12 o'clock, rock. We're gonna rock around 2 o'clock. Maryland ştatının Waldorf şəhərindəki Silver Diner. Amerikanın bütün dinerlərində rast gələ biləcəyiniz demək olar ki, hər şey burada da var. Jukebox, vinil güşələr və art deko daxili görünüşdən tutmuş, maşın stilində olan restoranın metal və böyük aynəbəndli xarici görünüşünə dək. Amma buranı digər dinerlərdən bir xüsusiyyət ayırır: menyu. Bu möhtəşəm yeməyə görə kredit baş aşpaz İpah Von Hextə düşür. O, şəriyi Bob Jaymo ilə ilk Silver Diner'i 25 il əvvəl təsis edib. Biz istəyirdik ki, ailələr üçün elə bir atmosfer yaradaq ki, onlar orada həm də gözəl yemək yeyə bilsinlər. Can I get the build your own burger with bison? Beləcə onlar qərara gəlir ki, burger və pankek kimi ənənəvi yeməklərin daha sağlam variantının verildiyi bir restoran açsınlar. İndi biz burger və pankek sifariş etmişik. Deyilənə görə burada burgerin ətinin tərkibində hormon yoxdur və eləcə də antibiotik yoxdur. Pankeklər isə ağardılmamışından hazırlanır. Artıq iyisindən də hiss olunur ki, xüsusilə burgerin iyisindən hiss olunur ki, həqiqətən də bu burger sağlamdır. You can shake an apple off an apple tree. Shake a sugar, but you'll never shake me. No siree, I'm gonna stick like. Hey Chris, good to see you again, man. Onlar 15 yerli ferma ilə əməkdaşlıq edir ki, reseptlərinə təzə ingrediyentlər əlavə edə bilsinlər. Bu reseptlərə qeyri-ənənəvi yeməklər də daxildir. Gördüyünüz bu pasta primavera kimi. Bu hədər deyil, etdiyimizin qarşılığını alırıq. İnsanlar sağlam qida əldə etmək istəyir. Hazırda şəriklərin 15 Silver Dineri fəaliyyət göstərir ki, bu restoranların da çoxu Washington ətrafındadır. Onlar həftədə 10.000 müştəriyə xidmət edir. Dadlı, sağlam qida və ən əsası qonaqpərvərlik. Gərək gördüyün işi sevəsən. Sevmirsənsə, onda gərək o işi görməyəsən. Marylanddan Amerikana proqramı üçün Emil Quliyev, Amerikanın səsi.